Ailəsinin xəbəri olmadan 13 yaşlı Kəmalə telefonunda gizli şəkildə mavi balina oyununu oynayır, oradan gələn tapşırıqları yerinə yetirir. Bu təhlükəli oyun isə özünün məsum rəsmlər, sadə cızma qaralar arxasında gizlətməyə bacarır. Nə mən, nə yoldaşım, heç anlayışım yoxdur bu iqralardan. Akası orada bulan etapları var. O dərəcəyə çatdırırlar səni ki, biz dediyimizi eləməsin, gəlib atonla anamı öldürəcəyik. O soruşa bilərsiniz ki, ata-ana bunlar hanıdan tanıyırlar. Bu deməli uşaqdan nə edir? Atan kimdir, anan kimdir, atan neyi sevir, anan neyi sevir, qardaşın neyi sevir. Belə-belə bütün danlılar toplayandan sonra uşağı şantaj edirlər. Test dəftərləri var onun orada. Adama adi gəldi, kvadratlar var orada. Sonra belə quyu kimi şeylər var, balaca şəkillər. Hər vərəğində nəsə. Belə baxırsan, mənə məsələn adi gəlirdi o şəkillər. Sən demə burada onun hazırlayırlar buna. Cizgilər var orada. Məsələn, bu istəmir onlara qoşulmaq məcburən. Belə bir hipnoz edirlər. Hipnoz znakları var orada. Cürəbəcür, qəribə. Mümkündür ki, mən nəsə bundan şübhələneyim. O dəftərindəki şəkillərə də baxırdım. Mən cızmaqarat da orada. Ailə baş verənləri yalnız polis araşdırması başlayanda öyrənib. Yeniyetmə qorxulu videolara baxdıqdan sonra onları dərhal silirmiş ki, heç kəs görməsin. Baxandan sonra da bu belə şeyləri udalet edilmiş, silinmiş telefondan ki, yəni valideynlər də bunu bilməsinlər. Onlar araşdırandan sonra biliblər ki, bu cür şeylərlə məşğul olub, yəni belə qorxulu şəkillərə baxıb, şeylərə baxıb. Bəs psixoloji cəhətdən tam formalaşmamış, həyat təcrübəsi az olan yeniyetmələri təhlükəyə sürükləyən mavi balina nədir? Mütəxəssislərin fikrincə bu oyun əslində uşaqları psixoloji asılılığa salan və qorxu ilə idarə edilən bir manipulyasiya sistemidir. Təəssüflər olsun ki, bu bir tətbiq deyil, bu bir sayt üzərindən oynanan bir oyun deyil və bunun qarşısını ailə nəzarət proqramları ilə ala bilməyəcək. Burada daha çox individual, necə ki, kiber tələduzluğun qarşısı alına bilmir, ona görə ki, orada bir virüs yoxdur, orada qarşıda bir insan var və bizi manipulyasiya edərək bizim məlumatlarımızı əldə edir. İnternet məkanında tapılır uşaqlar, o qruplara cəlb olunur, o qruplar vasitəsilə onun WhatsApp-ı və ya digər yazışmaq üçün hər hansı bir vasitə əldə olunur və o vasitə üzərindən tapşırıqlar verilir. Psixoloqların sözlərinə görə yeniyetmələr bu yaş dövründə emosional dəyişikliklərə daha həssas olurlar. Qorxu üzərində qurulan oyunlar onlarda təşviş, özündə qapanma, yuxu pozuntusu kimi fəsadlar yaradır. Ən təhlükəli məqam isə uşağın bunu valideynindən gizlətməyə başlamasıdır. Mənim təcrübəmdə ən çox müraciət yaşı 11 yaşdan, 10 yaşdan daha yuxarı yaş dövrüdür. Bu adətən bizim yeniyetməli saydığımız yaş dövrüdür. Bu yaş dövründə bir emosional keçid dövrü olduğu üçün uşaqlar daha çox narahatçılıqlar hiss edir, ailələri ilə daha çox emosional bağ qırılır. Bunun yolu da bütünlükdə valideyn buna nəzarət edə bilməz. Yəni günün 24 saatı övladına nəzarət edə bilməz. Yəni ən yaxşı yollardan biri övladı ilə emosional bağ qurmaq, övladına valideynlə ünsiyyətin təhlükəsizliyi olduğuna inandırmaq və bunu ona hiss etdirmək. Qeyd edək ki, mavi balina ilə bağlı Azərbaycanda və dünyada bir neçə oxşar fakt qeydə alınıb. Mütəxəssislər valideynləri xəbərdar edir. Uşaqların sosial şəbəkələrdə aktivliyi, tanımadıqları insanlarla yazışmaları və telefonda gizlətdikləri tədbiqlər diqqətlə izlənilməlidir. Çünki bir cızmaqaranın arxasında belə uşağı dönülməz yola sürükləyən təhlükə izlənə bilər. Maya Sabir qızı, Rüfət Əliyev, İTV Xəbər.